Bugün cəmiyyətdə ciddi problemlər var. Xüsusilə dini camiyyətdə. Dindarlara təzyiq var. Xüsusilə hicab qadağası, başı bağlı qızlarımızın məktəbə getməməsi, alimlərimizin haqq sədalarını ucaldıb həbslərə atılması, möminlərimizin qan bahasına etiraz aksiyalarında həbslərə getməsi. Belə bir vəziyyətdə bəziləri deyirlər Həzrəti Əli 25 il səbr elədi. Oturmağın dəlilini Həzrəti Əlinin 25 il səbr eləməyin görür. Bu Həzrəti Əliyə hörmətsizlik deyil. Həzrəti Əli əleyhissalam oturmamışdan qabaq özünü təsdiq etmişdi. Meydanların aslanı olduğunu hamı bilir. Bugünkü kimlər ki Həzrəti Əlinin 25 il səbrindən istifadə edib, görəsən 25 il istifadə edib qabaqdan nəsə eləyiblər, nəsə meydanlarda olublar, mübarizə aparıblar, yoxsa əsər əlamət yoxdur mu? Məncə əsil aşiq olan dağdan keçər, daşdan keçər, verər bütün mülküm malım, Allahdan qardaşdan keçər. Məncə əsil aşiq olan dağdan keçər, daşdan keçər, verər bütün mülküm malım, Allahdan qardaşdan keçər. Həzrət Hüseynin dostları candan keçər, başdan keçər. Həzrət Hüseynin dostları candan keçər, başdan keçər. Öz namusun, öz qeyrətin satmaz Hüseynin məktəbi. Öz namusun, öz qeyrətin satmaz Hüseynin məktəbi. Yel yatar, tufan yatar, yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi. Batili ilə haqqı bir, tutmaz Hüseynin məktəbi. Batili ilə haqqı bir, tutmaz Hüseynin məktəbi. Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi. Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi. Zülm olan yerdə İmam Hüseyin çıxdı yedi kimlərinin qarşısında dedi mənim kimlər sənin kimlərinə beyyət eləməyəcək qiyamətə qədər. Mənim ardıcıllarım sənin qarşısında boyun əyməyəcək sənin kimlərini, məmurlarım sənin. Gəlir artıq Məhərrəmin ab-ı havası olunur. Yezidlər Hüseyin ibn Əlini, onun vəfalı sahabələrini əzmək istədilər, sındırmaq istədilər, təslim etmək istədilər. İmam Hüseyin ağa bir mesaj göndərdi. Qiyamətə qədər bu mesaj zalimləri narahat edir, Yezidləri narahat edir. O buyurdu, demədi mən Hüseyin ibn Əli, sən Yezid ibn Muaviyə beyyət eləməyəcək. Dedim mənim kimlər, yəni kişilər, mərdlər sənin kimlərlə beyyət eləməyəcək. Bu bir şuardır, biz bu əhva ruhiyyə yaşayırıq. Bu ruhiyyədə olan kişiləri sındırmaq qeyri-mümkündür. Hüseyin sevənlər hər biri məhrəmdilər, qardaşdılar. Kimlər həmən məktəbdədir, bahəmdilər, qardaşdılar. Hüseyin sevənlər hər biri məhrəmdilər, qardaşdılar. Kimlər həmən məktəbdədir, bahəmdilər, qardaşdılar. Ol məktəbin şagirdləri möhkəmdilər, qardaşdılar. Ol məktəbin şagirdləri möhkəmdilər, qardaşdılar. Tüm dostların, sirdaşların atmaz Hüseynin məktəbi. Tüm dostların, sirdaşların atmaz Hüseynin məktəbi. Yel yatar, tufan yatar, yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi. Batili ilə haqqı bir, tutmaz Hüseynin məktəbi. Batili ilə haqqı bir, tutmaz
Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi. Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi. Şükürlər olsun Allaha, Allah Taala öz şərlərini özünə verdi. Abırları getdi. Özü də verdi. Jurnalistlik, istismar məsələləri, işıqlandırıcı istismar məsələləri bizim prosesdə gördük ki, hakim həqiqətən o narkotik şərlənməsini özünə qayıtdı. Biabır oldu, xəzarət çəkdi. Bəzən də orada xəzarət çəkdi. Tanırdılar ki, biz bunu niyə narkotiklə şərlənmişik. Amma gec idi, artıq bu işi görmüş, bunların mahiyyəti bundan ibarətdir. İstəyirsiniz nədir? İnsan bəzən o qədər yalan danışır. Onun mahiyyəti olur yalan. O düz danışan insan təəccüb edir. Düz danışanda. Yalan danışanda adlidir. Bu hakimiyet o qədər şərləmə işlə məşğuldur. Zaten temiz insan budur, Peygamberin rahını sever, zikreyleyer, tekbir değer, her an öz Allah'ını sever. Zaten temiz insan budur, Peygamberin rahını sever, zikreyleyer, tekbir değer, her an öz Allah'ını sever. Kimler öz Allah'ını sever, Kerbübela şahını sever. Kimler öz Allah'ını sever, Kerbübela şahını sever. Həkdən dönen gafillere satmaz Hüseynin məkləbi. Həkdən dönen gafillere satmaz Hüseynin məkləbi. Yel yatar, tufan yatar, yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi. Batiliyle hakkı bir, tutmaz Hüseynin məktəbi. Batiliyle hakkı bir, tutmaz Hüseynin məktəbi. Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin məktəbi. Yatmaz Hüseynin məktəbi, yatmaz Hüseynin. Biz canımızı verəcəyik. Biz malımızı verəcəyik. Qorxmayasın. Amma sizə qoymayacaq rahat yaşayasın.